Salam əziz PowerB həvəskarları. Bugünkü dərsimizdə daha 2 DAX-a baxasıyıq. Gəlin vaxt etmədən dərsimizə keçək. Adətimizdə ilk öncə rəsmi mənbə olan Microsoft-a baxaq. İlk öyrənəcəyimiz DAX user principal name. Return the user principal name. Principal istifadə etmək qlavni əsas parametrlərə bir dənədir. Yəni parametr əslində yoxdur. Bu bir növ today, now kimi Excel funksiyalarına bənzəyir. Buna əsasən filtrasiyalar da istifadə edirlər. Təhlükəsizlik məqsədi ilə istifadə edirlər. Gəlin göstərəm. User principal name. Bəli. Bax, özü də qoyur mötərizələri. Mənim indi kompüterimin adı laptop beləcədir. Baxın, user. Hətta istərsənsə belə göstərimsə this PC OS. Baxın, user. Bəli. Bu ilk DAX-ımız, digər DAX-ımız isə SumX kimi DAX-lardan da, AvergeX kimi DAX-lardan da tanış gələ bilər. İlk öncə o qeyd edeyim ki, istifadə etdiyim database PowerBI-nin özünün sample'dır. Yəni, bura qeyri-adi heç bir şey yazmamışıq. Gəlin ilk öncə belə eləyək. Burada Almaniyanı seçək. Mənə doğma olan vətən. Ölkə. VTT. Deməli, burada nə tapdı? Nə yazır? Table, financials daha doğrusu 700 rows, 22 filtered rows, üzr istəyirəm. Bəli, common product, 6 distinct və s. və ilə. Yəni, burada 22 dənədir. Yəni, sayıda bilərsiniz. 1, 2, yəni sayaq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 19, 20, 22. Bəli. İndi CountX-ə baxaq. Yenidən new measure veririk. Bu da burada aşma məqsədi dəqiq lazımdır. CountX oxunaqlı olsun deyə CountX filter financials country belə Almanya burada əddə yaza bilərik, amma gəlimiz belə eləyək. Sonra product VTD ölkə Almanya seçdik, filtrli produktda VTT elədik. VTT bağladıq. Dedik ki, bu table, yəni hansı table filtrlənmiş. Özür istəyirəm. Segment. Burada əslində segment yox. Burada olan bütün digər sütunları da yaza bilərsiniz. Sadəcə birinci segment gəldi, mən yazdım. Sonra mötərizə bağlayırıq. Measure-ımız əldə etdik. Bəli, 22 dənə sətir. Burada isə CountX 22. Bəli, bunu verir. Yadımızdan çıxmamış, gəlin bunun CountX-ində rəsmi şeyinə baxaq. Mənbəsinə parametri 2 dənədir. Table və expression. Expression burada istənilən şey ola bilər. Amma biz ancaq saniyə elədik. Burada maraqlı məqamlar. Localda işləmir. Ancaq value, dates və stringdə işləyir.
count sayır daha doğrusu. Birinci argumenti həmişə table olmalıdır və yaxud hansısa expression hansı ki table qaytarır. The second argument is the column or expression that is searched by count. Bəli, mütləq ya expression olmalıdır və yaxud da column olmalıdır saya bilsin deyə. Bu günlük DAX dərsimiz bu qədər. Sabahda imkan daxilində daha bir video yükləyəcəyəm. Sağ olun, sağlıqla qalın. Hər hansısa bir sual və yaxud bir digər şeylə də rəy bölməsində qeyd etməyi unutmayın. Sağ olun.